Dində düşsə yazarsan. Bu yuxarıda yazdıqların ümumi şəxsi cümlələrdir. Bu cümlə isə qeyri-müəyyən şəxsi cümlədir. Bunun fərqləndirilməsinin yolu nədir? Deməli, qeyri-müəyyən şəxsi cümlənin xəbəri yalnız üçüncü şəxsin cəmində olur. Üçüncü şəxsin cəmində olur. Yəni, lar şəkilçisi olmalıdır mütləq. Amma ümumi şəxsi cümlənin xəbəri həm üçüncü şəxsin cəmində ola bilər, həm də ikinci şəxsin təkində ola bilər. Bu bir fərqləridir. İkinci fərqi, ümumi şəxsi cümlədə fikir bir şəxs tərəfindən deyilsə də çox adama aid olur, ümuma aid olur, ümumi şəkildə aid olur. Təmin hissi deyərlər. Bu, mənə deyilməli sözdür, sənə deyilməli sözdür, sənin dostuna deyilməli sözdür, başqa bir adama deyilməli sözdür. Sənə üçün çağırırlar. Bu isə bir çox adama deyilməli, adamlara deyilməli söz deyil. Bundan fərqi odur ki, qeyri-müəyyən şəxsi cümlədə iş bir çox adam tərəfindən icra olunur. Yəni, çağıranlar çox adamlardır. Elə bir tüfəng atdılar. Yəni, bir çox adamlar atıb tüfəngi. Burada çox adama aid fikirdir. Qeyri-müəyyən şəxsdə isə çox adam tərəfindən icra olunan fikirdir. Bunların fərqidir. Bonus olaraq nə demək istəyirəm? Hər ikisində də mübtəda olmur. Əgər buna qəflətən mübtəda versə testdə, onlar sənə çölə çağırırlar. Bu qeyri-müəyyən şəxsi cümlə olmayacaq. Bu çevrilib olacaq hansı cümlə? Müəyyən şəxsi cümlə. Bu bir bonus. İkinci bonusumuz. Bunun əvvəlinə bəzi modal sözlər artıra bilərik. Hansı modal sözlərdir? Sanki, elə, bil, ki, elə bil ki, modal sözlər artırıla bilər. Belə. Sağ ol.